Astanovkadaydım, avtobus gözlürdüm. Gördüm başqa avtobusdan bir dənə qız mənə belə baxdı. Dedim ilahi, Tanrının göndərdi deyəsən yar budur. Dəli olmuşdum baxışından. Getdim avtobusu saxlatdım, arxadan bindim. Getdim qıza yaxınlaşdım. Dedim bəlkə gedək bir oturaq, tanış olaq, çaydan, çörəkdən. Dedi gedək. Getdik otduq restoranda. Qız dedi kola gəlsin, dedim kola gəlsin. Qız dedi fanta gəlsin, dedim fanta gəlsin. Qız dedi lahmacun gəlsin, dedim mən pizza gəlsin. Qız dedi Red Bull gəlsin, dedim mən viski martini gəlsin, qalyanzad. Cibimdə var 30 manat, şot gəldi 350 manat. Dedim müjüfsödə laqqılladım ha. Oranın işçiləri nətər döyəcək, 3 ay komada yatdım. Ailəndə dədəm bu söhbətləri eşitdi. Nətər qoyduysa 2 ayda belə yatdım komada. Obşim üstündən bir ara keçdi. Həmən restoranın qabağından keçirdim. Gördüm yenə həmənki vəziyyət yaranıb. Qız oturub, başqa bir oğlan. Takka-tak deyil. Öyrəndim ki, qız restorana işləyir. Restoranda çerez xəstəxanaya. Qazarırlar da özümü.